Hər vaxtınız xeyir olsun qızlar. Sobada piraşki hazırlayıram, amma qatıqsız, südsüz, yumurtasız, necə dadlı, pambıq kimi yumuşaq bir piraşki alınacaq. Onu mən sizə göstərəcəm. Bunun üçün nə edirəm? Əvvəlcə 5 stəkan yarım unu, stəkan ölçüm 200 ml stəkanla da, xrustal stəkanla. Unu ələkdən keçirtdim. Üzərinə demək instant maya əlavə edirəm. Mən bundan istifadə edirəm. Bu çox superdir. Bir paçka instant maya əlavə edirəm. Bir xörək qaşığı şəkər tozu əlavə edirəm. Bir xörək qaşığı duz əlavə edirəm. Qatışdırıram. Əgər sizdə instant maya yoxdursa, qızlar, o tez həll olan mayadır. Onda adi quru mayadan istifadə edin, amma onu əvvəlcə kənarda mayalandırın ondan sonra. Daha sonra 2 stəkan əli yandırmayacaq dərəcədə su əlavə edirəm. Bu da 2 stəkan bundandır qızlar. Daha sonra yarım stəkan da duru yağ əlavə edirəm və salam. Qatışdırıb xəmir yoğururam. Ələ yapışmayan yumuşaq bir xəmir. Əgər un lazım olsa, yəni bu ölçüyə qaşıq-qaşıq əlavə edə bilərsiniz. Qızlar, xəmiri yoğurdum. Baxın, pambıq kimi yumuşaqdır. Görürsünüz. İndi mən xəmiri qoyuram 10 dəqiqə, 15 dəqiqə kənarda dinlənsin. Üzərini bağlayıram və içliyimi hazırlayıram. İçli üçün isə qızlar 1 kilo kartofu soydum, qoydum bişməyə, püre halına gətirəcəm. Əslində soğan da qovurub tökəndə çox dadlı olur, amma qaqaş yemədiyinə görə, yəni ona görə vurmuram. Tək püre kimi də çox dadlı olacaqdır. Qızlar, kartof bişdi. Bişəndən sonra bir qədər sarı kök əlavə edirəm. İstiot əlavə edirəm. Duz əlavə edirəm. Ən sonda bir xörək qaşığı belə yumuşalmış kərə yağı əlavə edirəm və əzirəm. Püre də hazırdır. Siz Allah xəmirə baxın bir dənə. Maşallah olsun. Hələ 15 dəqiqə qalıb bu xəmir. Bu da hamısı instant mayadandır. Instant maya super şişirdir xəmiri. Xəmir belə şişəndə qızlar mütləq bir əldə yoğurun ki, drojun iyi gəlməsin. Deməli qızlar, xəmiri 4 bərabər hissəyə ayırdım. Bu 3 hissəni götürürəm, qoyuram bir kənara. Bu hissəni də xırda-xırda kündələrə ayırıram. Daha sonra açıram belə bu şəkildə. İkisini üçünü birdən açıram. İçinə içliyi əlavə edib bağlayıram. Çox rahat da açılır. Baxın belə. Bu şəkildə yığıram soba listinə. Hamısını yığıram soba listinin içərisinə. Biraz ara məsafə qoyuram ki, şişəcək və üzəri üçündə. Demək qızlar, burada da yumurtanın sarısıdır 2 dənə. Biraz sarı kökdür, biraz da duru yağdır. Qatışdırıram belə qəşəng-qəşəng. Və çəkirəm xəmirin üzərindən. Qıraqlarına da çəkirəm, çünki xəmir şişəndə qıraqları ağ qalmasın. Belə. Qızlar, yumurtanı çəkəndən sonra üzərlərinə belə qara çörək otu əlavə edirəm. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada alt üst rejimdə üzəri qızarana qədər bişirirəm. Qızlar, birinci hissə çıxdı sobadan. Heç nə yox. Bir dənə belə eləyirəm. Bunu bu hər şeyi deyir də. İsti-istidir deyə. Altı da belə pişib, baxın. Pambıqdır bir dənə. Bismillah. Qoy soysun. Soyandan sonra da göstərəcəm sizə. Bu da qızlar ikinci pors. İndi çıxdı sobadan. Baxın, altı da pişib, açılmayıbdır. Yumuşaqlığına baxın.
Hələ soymuşların birini bura baxın. Baxın. Pambıqdır bir dənə. Baxın. Görürsünüz, yumuşaq. Nə süd var, nə qatıq var, nə içində yumurta var. Görürsünüz amma necədir. Qızlar, hamısı hazır oldu. Demək, verdiyim ərzaq ölçülərindən tam 34 dənə piraşki çıxdı. Piraşki də ki, piraşkidir ya. Bura baxın. Pambıqdır bir dənə. Görürsünüz, yumuşaq. Bundan qabaq lap soyandan da göstərim. Baxın. Görürsünüz, pambıqdır. Nə süd var, nə qatıq var, nə tərkibində yumurta var. Amma görün necə gözəldir.